Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox yaxşı naxışdır. Rahat toxunan bir naxışdır. Papağa, jiletə, jaketə, nəyə istəsəz toxuya bilərsiniz. İlməkləri də 5-5 yığırıq. 2 də artıq. Nə qədər artırmaq istəsəz 5-5 artırırsınız ilməkləri. Rezinkanı da kim necə istəyir elə toxusun. Mən burada belə bir tərs bir düz toxumuşam. Sonra da belə tərs toxumuşam hər iki üzdən bir sıra. Sapımdakı 100 qramlıq 220 metrəlik bir sapdır. İndi bunun üçün mən sapımı götürürəm. Burada qısa formada yığacağım. 3 dənə naxışı göstərəcəm. Ona görə də 15 ilmək yığacağım. 2 də artıq kənar ilmək. 17 ilmək. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 ilmək naxış üçün, 2 də artıq kənar ilməklər üçün 17 ilmək. İndi mən burada rezinka toxuyan deyiləm. Kim necə istəyir o cürdə rezinka toxuya bilər. Burada 2 sıra tərs toxuyacağım. Birinci ilməni toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi tərs üzdən yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. İndi bura düz üzdür. Düz üzdən kənarı götürdüm, bir tərs toxuyuram. Buradan 1, 2 ilməkdən sonra bir ilmək çıxardıram, birin artırıram. Sonra bu 2 ilməyi götürüb yanındakı birində 3 ilməkdən bir ilmək çıxardım. 3 ilmək. Burada artma, əsilmə olmadı. Yenə bir tərs toxudum. Yenə 1, 2 ilməkdən sonra bir ilmək çıxardıram, belə götürürəm. Birin artırıram, sonra bu 3 ilməyin üçünün içindən bir ilməyi çıxardıram. Yenə də bir tərs toxuyuram. 2 ilməkdən sonra bir ilmək götürürəm, bir artırma edirəm. Sonra 3 ilməyin içindən bir ilməyi çıxardıram. Yenə də tərs toxudum. 3 ilməyin içindən birini çıxar, 2 ilməyin içindən birini çıxardıram, bir artırma edirəm. Sonra 3'ün içindən çıxardıram. Buradan ilməni səhv saymışam. Bir kənar ilmək götürün, bir dənə kənar. Kənardan da bir tərs toxuyuram.
arxa üzdən hamısını bu tərsləri tərs, düzləri düz toxuyuram. 3 tərs, 2 düz. Yox, 1 düz. Arada bir tərs idi. 3 tərs, 2, 3. 1 düz. 3 tərs, 1 düz. Yenə 3 tərs, 1 düz, kənarda tərs. Belə. İndi düz üzdən bir sırada yenə toxuyacağım. Burada bir naxışın bir sıra bitmiş oldu. İndi ikinci sıranı yenə kənarı tərs götürürəm. Bir tərsi toxuyuram. Yenə bu 2 ilməkdən sonra birini çıxardıram. Bir artırma eləyirəm. Sonra bu 3 ilməyin üçünün içindən bir ilmək çıxardım. Yenə bir tərs. Yenə bir 2 ilməkdən sonra bir ilmək çıxardım. Birini artırdım. Bu 3 ilməyin üçünün içindən bir ilmək çıxardım. Yenə bir tərs. Yenə 2 ilməkdən sonra birini çıxardım. Bir artırma elədim. Bu 3 ilməkdən birini çıxardım. Yenə bir tərs. Yenə 2 ilməkdən birini çıxardıram. Bir artırma eləyirəm. Bu 3 ilməyin üçündən bir ilmək çıxardıram. Kənarı da tərs toxudum. Yəni burada heç bir dəyişiklik olmur. İndi buradan arxa tərəfdən yenə tərsi tərs, düzü də düz. 3 tərs, 1, 2, 3 tərs, 1 düz. Yenə 3 tərs, 1 düz. Bu sıranda axıra qədər belə toxuyuruq. Formada. Başqa heç bir dəyişiklik olmur. Bir düz, kənarı da tərs toxudum. Düz üzdən yenə eyni şey təkrarlanır. Belə bir naxış alınır formada. Sağ olun, gələn videomda görüşənə qədər.